Salam əziz izləyicilər, şagirdlər və tələbələr. Bildiyiniz kimi artıq bir neçə dərsdir ki, sırf orta məktəb şagirdləri Pythona yeni başlayan şəxslər üçün ən sadə şəkildə Python dərslərinə start vermişik. Bundan əvvəlki dərslərdə ilkin anlayışlar, şərt operatorları, eyni zamanda sətirlər və siyahılarla tanış olmuşuq. Bugün isə biz Pythonda dövr operatorları ilə tanış olacağıq. Budaqlanan və dövri. Xətti, budaqlanan və dövri. Xətti alqoritm yalnız bir xətt üzrə hadisələrin inkişaf etdiyi alqoritmdir. Yəni, xətti alqoritmdə şərt yoxdur, təkrarlanma yoxdur. Məsələn, A bərabər 3, B bərabər 4, C bərabər 5. Üç buzağın üç tərəfi verilir və onun perimetrin tapılması alqoritmi. Bildiyimiz kimi perimetr A plus B plus C olacaq və biz P-ni çap eləməklə bu alqoritmi yerinə yetirmiş olduq. Bu oldu xətti alqoritm. Daha sonra budaqlanan alqoritm. Budaqlanan alqoritmdə bildiyimiz kimi şərt var və şərtdən asılı olaraq əməliyyatların sayı, forması, əməliyyatların yerinə yetirilib yetirilməyəcəyi kimi məsələlər dəyişə bilər. Məsələn, A bərabər 3, B bərabər 4, C bərabər 5. Əgər A-nın kvadratı ilə B-nin kvadratı bərabərdirsə C-nin kvadratına, onda çap et. Söhbət üç bucağın tərəflərindən gedir. Onda çap et. Bu üç bucaq düz bucaqlıdır. Yəni, düz bucaqlı üç bucaqdır. Əks halda üç bucaq düz bucaqlı bucaq deyil. Yəni, bu bir şərt operatorları vasitəsilə yazılacaq proqram kodu ola bilər. Yəni, bir alqoritmin budaqlanan növünə aiddir. Əks halda çap et. Düz bucaqlı üç bucaq deyil. Belə bir sadə alqoritm bu. Budaqlanan alqoritmdir. Daha sonra keçək dövri alqoritmlərə. Dövri alqoritmlər o alqoritmlərdir ki, burada hadisələr qrupu və yaxud da bir hadisə müəyyən bir addım üzrə təkrarlanır. Məsələn, belə bir misala baxaq. Verilmiş ədədin rəqəmlərinin cəmini çap edin. Verilmiş ədədin rəqəmlərinin cəmini çap edin. Biz bilmirik ədədin neçə rəqəmi var. Ədədin 2 rəqəmi də ola bilər, 20 rəqəmi də ola bilər. O zaman biz dövr operatorlarından istifadə edərək bu dövr alqoritmi qura bilərik. Məsələn, biz bunun bir blok sxemini qurası olsaq, başlama. Bizə nə lazımdır? Verilmiş ədəd daxil olunmalıdır. Verilmiş ədəd daxil olunur. Tutaq ki, həmin ədəd n-dir. Daha sonra biz hər dəfə ədədin 10-a bölünməsindən alınan qalı tapacağıq. Yəni, ədədin təşliyini tapırıq. Sonra buna A yox, olsun A, bəli, olsun A. N faiz 10, ədədin təşliyini tapacaq. Sonra biz ədədi 10 dəfə kiçildək, 10 dəfə azaldaq. N bərabər, N bölünsün 10. 10 dəfə kiçiltdik. Daha sonra bir S daxil edək buradan. Rəqəmlərin cəmini S-ə mənimsətmək üçün. Və hər dəfə S bərabərdir. S plus A yazaq. Rəqəmlər cəmlənsin. Bu şəkildə. İndi burada bir şərt blok açacam. Məntiqi blok. Əgər n sıfırdan böyüdürsə, onda geriyə qayıdacaq.
geri qayıdacaq və bu addımlar təkrarlanacaq. Yox, əgər n sıfıra artıq bərabərdirsə, onda s çap olunacaq. S çap olunacaq. S. Bax, bu şəkildə. Belə bir dövrü alqoritm yaratmış olduq. İndi gəlin bunun işləməsinə baxaq. Tutaq ki biz ədədimizi daxil edək. Ədədimiz olsun. N bərabərdir 125. A bərabər n faiz işarəsi 10. Faiz işarəsi Python'da nəyi göstərir? Qalığı göstərir. Bu alqoritmdir. Burada yəni nəinki Python, belə deyək də, bu ümumi bir dildir. Ümumi bir psevdokodlarla yazıla bilər. İstənilən halda yəni təkcə Python'da yox, bu kodu biz başqa proqramlaşdırma dilində də yaza bilərik. Amma orta məktəb şagirdləri üçün Python dərsi izah etdiyimə görə mən burada Python'a aid olan simvollardan istifadə edirəm. Onsuz da bu simvollar qəbul olunur. Yəni alqoritm yazanda bu simvollar qəbul olunur. Qəbul imtahanında da biz alqoritm və blok sxemlə bir alqoritm yazısı olsaq, bu simvollardan istifadə edə bilərik. N bərabər 125. A bərabərdir 125-in 10-a olan qalığı. Bu olacaq 5. Sonra n 10 dəfə azalacaq burada. N 10 dəfə azalır. 10 dəfə azalır. 125-i 10-a bölürük, tamını götürürük. Bildiyiniz kimi 2 dənə bölmə işarəsi tamı göstərir. 12. S bərabər S plus A. Yəni 0 plus 5. A-mız 5-dir. İndi n-imiz neçədir? 12-dir. 12 müqayisə olunur 0-dan. 12 0-dan böyüdürmü? Bəli, geri qaydırıq. Yenidən n-i 10-a bölüb qalığını götürürük. N-imiz 12-dir. 12-ni 10-a bölüb qalığını götürürük. Bu neçə olur? Bu olur 2. Yəni ədədin 10-luğu. Bayaq təkliyin almışdıq, indi 10-luğunu aldıq. 2. N 10 dəfə azalır. 12-ni 10-a bölürük. 12-ni 10-a bölürük. Tamını götürürük. Cavabı düşür 1. S bərabərdir S plus A. Yəni bu cəmin üzərinə A-nı gələcək. Yəni 2-ni. Bəs n-imiz neçədir? N-imiz 1-dir. 1 0-dan böyüdür. Bəli, böyüdür. Geri qaydırıq. Yenə də 1-i 10-a bölüb qalığını götürürük. Bu elə birin özüdür. Bu dəfə 100-lük çıxdı. Təklik, 10-luq, 100-lük. İndi n bərabər n bölü 10. Yəni 1-i bölü 10-a tamını götürürük. Bu da 0-dır. S bərabər S plus A. S plus A. Yəni bu cəmin üzərinə A gəlirəm. A da 1-dir hal-hazırda. Daha sonra bizdə n 0-dır. 0-ı 0-la müqayisə edirəm. 0 0-dan böyükdürmü? 0 0-dan böyükdürmü? Yox. Böyük deyil. Böyük deyilsə onda S çapa gedər. Yəni bizdə də S neçə oldu? 8 oldu. Beləliklə biz verilmiş 3 rəqəmli ədədin rəqəmləri cəmini çap edən bir alqoritm tərtib etdik və bu alqoritmdə dövr var. Bu alqoritm nəinki 3 rəqəmli ədəd üçün, 5 rəqəmli, 10 rəqəmli, daha böyük rəqəmli ədədlər üçün də keçərlidir. Ona görə də bu cür alqoritmlər, yəni rəqəmlərin sayını bilmirsə, biz bu alqoritmi dövrlə yazmağa məcburuq. Çünki şərtlə yazmağa çalışsaq, kifayət qədər böyük bir proqram kodu alınar. Böyük bir proqram kodu, hansı ki onu oxumaq xeyli çətinləşər böyük rəqəmlərdə. Eyni zamanda tam şəkildə doğru nəticəni bizə verə bilməz. İndi isə deməli biz daxil edək dövr operatorlarına. Dövr operatorları Python'da 2 cürdür. Sayğaclı və şərtli. Sayğaclı və şərtli. Sayğaclı və şərtli. Qısa olaraq yadımıza saxlayırıq. Sayğaclı for, şərtli while. Açar sözləri ilə işarə olunur.
Sayğaclı dövr o dövrdür ki, addımların sayını əvvəldən bilmək mümkündür. Məsələn, deyirəm ki, 1-dən 50-yə qədər olan rəqəmlərin, ədədlərin cəmini tapan proqram kodu yazın. Biz burada bilirik ki, bu say 50 dənədir. 1-dən 50-yə kimi 50 dənə ədəd var. While-da isə əgər əvvəldən bilmiriksə ki, bu ədəd şərt nə qədər davam edəcək, yəni addımların sayını əvvəldən bilmiriksə, onda while kodundan istifadə edə bilərik. Məsələn, bayaqki misalda biz Python kodu ilə yazsaq, bayaqki yazdığımız bu blok sxemi Python koduna çevirsək, while ilə yazmaq daha məqsədə uyğun olar. Elə gəlin, PyCharm proqramında bu məsələnin Python kodunu yazaq, dövr operatorlarından istifadə edək. Pythonda dövr operatorları, mən bura qeyd edirəm while və for açar sözləri ilə işarə olunur, while və for. Və gəlin dövr operatorlarını istifadə edib proqram kodu yazmağa çalışaq. Deməli, bizim kodumuz belə olacaq. Verilmiş ədədin rəqəmləri cəmini tapın. Verilmiş ədədin rəqəmləri cəmini tapın. Gəlin kodu yazmağa başlayaq. While ilə əgər biz kod yazırıqsa, nə etməliyik? Biz bu cəm üçün ilkin qiymət təyin etməliyik. Cəm üçün ilkin qiymət həmişə yadımızda qalsın 0 təyin olunacaq. Hasil üçün ilkin qiymət 1 təyin olunacaq. S bərabərdir 0 oldu. İndi mən while-dan istifadə edərək, dövr operatorundan istifadə edərək bu kodu yazmağa çalışacağım. Nə qədər ki, verilmiş ədədimiz, yəni n 0-dan böyükdür. Bayaqki yazdığımız kodla bu şəkildə. Göründüyü kimi, əvvəlcə n daxil etmək lazımdır. Mən hələ n daxil etməmişəm. Ona görə də buradan mütləq n bərabərdir. Int input yazmalıyıq. Söhbət natural ədəddən getdiyinə görə biz int yazmalıyıq. Float yazmaq olmaz. Int yazmalıyıq. N bərabər int input ədəd daxil ediləcək. Nə qədər ki, ədəd 0-dan böyükdür, a bərabərdir n, n-in 10-a qalığı. A bərabər n-in 10-a qalığı və n də hər dəfə 10 dəfə azalsın. N bölü 10 qoşa slash ilə yazmalıyıq ki, tam hissəni götürsün. Fikir verin, ədədin 10-a bölünməsindən alınan qalıq tapılır. Ədəd 10 dəfə azaldılır və hər dəfə alınan qalıq, yəni birinci dəfə ədədin təkliyi, sonra həmin qalıq 10-luq olacaq, sonra 100-lük olacaq. Boş bir dəyişənlə, yəni 0 qiymətinə malik olan bir dəyişənlə cəmlənəcək. Ona görə də yazırıq ki, a bərabər n faiz işarəsi 10, yəni qalıq 10. Bu qalığı tapır. Mən bura qeyd edeyim. Qalığı tapır. Yəni qalıq deyəndə təkliyi, onluğu, yüzlüyü və s. Burada n bərabər n bölü 10. Bu nə işə yarayır? Bu ədədi 10 dəfə kiçildir. Yəni ki, ədədi 10 dəfə kiçildir. Və biz nə edəcəyik? Hər dəfə s bərabər s plus a. Yəni tapılmış qalığı əvvəl təklik olacaq, sonra onluq olacaq. Tapılmış qalığı bu 0-la cəmləyəcəyik. S bərabər s plus a. Və bizə də cəm lazımdır. 4-dən çıxırıq və print s yazırıq. 4-dən çıxıb print s yazırıq.
Və bu şəkildə bizim kodumuz bu olacaq. Bir də müqayisə eləyək blok sxemlə. 10 dəfə azaldı və cəmləndi. Hər dəfə qalıqlar S-lə cəmlənir. Bu şəkildə. İndi proqramı çalışdıraq. Deməli, n bərabərdir int input. Mən burada inputun mötərizələrini qoymamışam. İndi işləyəcək. Proqramı çalışdıraq və bir rəqəm daxil edək. 125. Cavab çıxardı 8. 125 cavab çıxardı 8. Bax burada, indi gəlin bəzi məsələlərə baxaq. Bax, while n böyük 0 yazmışıq və göründüyü kimi bu dövr operatorunu yazandan sonra qarşısından şərt qoymuşuq, qoşa nöqtə qoymuşuq, mütləq şəkildə bunlar qoyulmalıdır. Və a bərabər n 10-a qalığı, n bərabər n 10 dəfə azalması və s bərabərdir s plus a. Bu hissəni biz dövrün daxilində yazmışıq. Bu hissəni biz dövrün gövdəsində yazmışıq. Buna deyirik gövdə. Yəni təkrarlanan əməliyyat qrupu, təkrarlanan hissə dövrün gövdəsi adlanır. Bax, bizdə burada dövrün gövdəsinə 3 dənə sətir daxildir. Bu 3 sətir dövrün gövdəsinə aiddir və hər dəfə təkrarlanır. Amma print s, while ilə 2 verin eyni səviyyədə yazılır. Soldan olan şaquli istiqamətə baxın, eyni səviyyədə yazılıb. Ona görə də o dövrün içərisində daxil deyil. Əgər biz printi bir tabla dövrün gövdəsinə daxil etsək, o zaman s-in hər dəfə qiymətlərini ardıcıl çap edəcək. Məsələn, mən bura 125 yazsam, o zaman əvvəl 125-in 10-a bölünməsinin alınan qalıq 5 idi və 0 üstə 5 gəlmişdi 5. Bax, bu 5, o 5-dir. Yəni 125-in təkliyi idi. Daha sonra 125-i 10-a böldük, düşdü 12. 12-in 10-a qalığı 2 idi. O 5-in üstünə 2 gəldi, oldu 7. Ən nəhayətdə 12-ni də 10-a böldük. Bir dəfə düşdü, qalıq 1 qaldı. Bir dəfə düşdü və qalıq da 1 qalmışdı 10-a böləndə. Biri 10-a böləndə qalıq 1 qalmışdı. Ona görə də 7-nin də üzərinə 1 gəldi, oldu 8. Bu şəkildə. Bu bir dövr operatorundan istifadə edərək dövr alqoritmin yaradılması idi. Bu şəkildə. Keçək. İndi biz dövr operatorundan while ilə danışdıq, while-dan istifadə elədik. İndi gəlin for dövr operatorundan istifadə edək. For. Verilmiş deməyək, belə bir sadə kod deyək. İlk 100 ədədin cəmini hesablayan kod. Bunun üçün biz dövrün parametrini götürürük. I ola bilər. For i. Bu dövrün parametridir. İndi biz dövrün parametrini daxil etdiksə, o parametr üçün bir mənbə daxil etməliyik. Yəni bu i hansı idi? Hansı bir ardıcıllıqdan qaynaqlansın? Hansı bir çoxluqdan yararlansın? Bunun üçün diapazon, çoxluq açırıq. Range diapazon deməkdir. Yəni bu i hansı ilərdir? Bizə lazımdır 1-dən 100-ə kimi ədədlər. 1-dən 100-ə kimi ədədlər lazımdırsa, onda biz 101 yazmalıyıq. Çünki Pythonda diapazondakı son rəqəm görsənmir. Proqram kod tərəfindən görsənmir. Proqram ondan istifadə edə bilmir. İlk 100 rəqəmi daxil etmək üçün mən bura 101 yazmalıyam. 101. Deməli, for i in range. For i in range. Nə deməkdir? Yəni, 101 intervalında olan i'lər üçün, indi kod yazacağım. Bu i'lər üçün s bərabər s plus i. Baxın, burada da qırmızı dalğa göstərdi i-də. S bərabər s plus i-də. Niyə? Elə üzərində mouse'un sol düyməsini saxlayan kimi özü orada qeyd eləyir. Name s can be undefined. Yəni ki, s adı bizə məlum deyil, təyin olunmayıb. Ona görə də biz ilkin qiyməti burada daxil etməliyik. S bərabərdir 0. Bu şəkildə. İndi artıq s-i tanıyır. S bərabərdir s plus i və
Dövrdən çıxacağam. Print S yazacağam. Bu necə işləyir? Əvvəlcə i-nin qiyməti 1 olur. 0-ın üzərinə 1 gəlir. Sonra avtomatik qayıdır. i-nin qiyməti 1 vayda artır. 2 olur. i-nin qiyməti 1 vayda artır. 2 olur. Və cəmin üzərinə 2-ni əlavə edir. Avtomatik qayıdır dövrə. Diapazondan 3 götürür. Bu dəfə 3-ü əlavə edir. 4 götürür, 4-ü əlavə edir. 5 götürür, 5-i əlavə edir. Ən nəhayət 100-ü götürür və 100-ü əlavə edir. Və cəmi bizə verir. Cavaba baxsaq, birbaşa hesabladı 5050. Bu şəkildə. 5050. İndi biz əgər yenə də printi mən çəksəydim dövrün gövdəsinə, bu cəmi hər dəfə bizə göstərəcəkdir. Bu cəmi bizə hər dəfə. İlk bir ədədin cəmi 1. İlk 2 ədədin cəmi, yəni 1 ilə 2-nin cəmi 1 ilə 2-nin cəmi 3. 1, 2, 3-ün cəmi 6. 1, 2, 3, 4-ün cəmi 10. 1, 2, 3, 4, 5-in cəmi 15. Bu şəkildə göstərəcəkdir bizə. Hatta bu belə proqram kodu bu şəkildə yazılmış. Buna ehtiyac yoxdur. Lazım olanda təbii ki, istifadə olunacaq. Amma normalda biz dövrün daxilində hər dəfə onu çap etməyə ehtiyac görmürük. Həm də kodun cavabı elə alınsın ki, bizə əsas məqsəd lazımdır. Cəm lazımdır. 5050-ni də çap elədik. Bu şəkildə. İndi mənə lazımdır ki, birdən 100-ə qədər olan ədədlərin içərisindən ancaq cütlər çap olunsun. Ancaq cütlər çap olunsun. Onda nə edirəm? İlk rəqəmi cüt daxil edirəm. Və bildiyimiz kimi cüt ədədlər bir-birinin 2 vahid fərqlənir. Bura 2 yazıram. Bunun mənası nədir? Start, stop, stepdir. Yəni başlanğıc, son və addım saydı. 2-dən 101-ə kimi 2-2 addımlasın. 2, 4, 6, 8, 10 və s. Ən axırıncı nəyə götürəcək? 100-ü götürəcək. Və hər dəfə də cəmləyəcək. Ona görə də biz bu cəm versək, 2550 almış oluruq. Yəni, bu şəkildə. Daha sonra belə bir şərt qoymaq istəyirəm. 1-dən 100-ə kimi bizə 3-ə bölünən ədədlərin cəmi lazımdır. 3-ə bölünən ədədlərin cəmi lazımdır. Bunun üçün nə edəcəm? Şərt qoymaq lazımdır. 3-ə bölünməsi şərt qoymaq. Əgər ədəd 3-ə tam bölünürsə, onda S bərabərdir S plus I. Əgər ədəd 3-ə tam bölünürsə, onda nə etsin? Deməli, bu şəkildə yoxlasın. Təbii ki, burada 2-ni də ləğv edəcəm. 201. S bərabərdir S plus I. Birdən də başlama olar. Fərq eləməz. Kiçik error var. Nədir? Deyirdi ki, if line 3-də if-dən sonra boşluq olmalıdır. Bəli, bəli. Mən if operatorunu yazmışamsa, S16-nı yazmalı deyiləm. Sağa seçməliyəm. Sağa seçməliyəm. Çünki ifin birbaşa altında yazılanda ifin tərkibində olmur. If onu görmür. Ona görə də indi işləyəcək. If faiz işarəsi 3 bərabər 0. Yəni, əgər 101 intervalındakı rəqəmlərdən hansılar ki 3-ə bölünəndə qalıq 0 alınır, yəni 3-ə tam bölünür, biz onları cəmlədik 1683. İndi mən lazımdır ki, 101 intervalında 3-ə bölünən rəqəmləri sayım. Bu zaman mən S plus I yazmayacağım. S plus 1 yazıram. Hər dəfə ilk rəqəmi, məsələn, 3-ü götürəcək. 3 3-ə qalıqsız bölünür. Onda 1 vahid bu artacaq. S olacaq 1. Növbət dəfə bu şərti ödəyən ədəd 6-dır. Bu zaman S 2 olacaq. Növbət dəfə bu şərti ödəyən ədəd 9-dur. Onda S daha 1 vahid artıq 3 olacaq. Beləliklə, biz nəyin sayını tapacağıq? 100 intervalında 3-ə bölünən ədədlərin sayını tapacağıq. 33 dənə. Yəni, sayı tapmaq üçün bu koddan istifadə elədim. Sayın tapılması. Sayın tapılması. Bu şəkildə. Amma S plus I yazsaydım, bu cəmi tapılması olacaqdı. Necə ki, bayaq onu tapmış oldum. Daha sonra, indi isə eyni kodu mən while ilə yazım və biz while ilə
100 intervalında hansısa bir ədədə bölünən rəqəmlərin sayını tapmağa çalışaq. Bütün kodu silirəm. While ilə bu kodu necə yazacağam? Deməli, mənə həm cəm lazımdır, həm də say lazımdır. Cəm üçün 0 verirəm və yaxud da hasil lazımdır. Hasil üçün h bərabərdir 1 təyin olunur. 0 yox 1, çünki 0 olsa bütün hasil 0 olacaq. H bərabər 1 təyin olunur və say üçündə bir dənə k daxil edirəm. K bərabər 0. Yəni say hal-hazırda 0-dır. İndi while-dan istifadə edirik. Bizə lazımdır ki, 1-dən 100-ə kimi ədədlərin içərisində. Ona görə daxil edəcəyimiz ədəd böyük olsun və böyük bərabər olsun 1-dən və eyni zamanda kiçik bərabər olsun 100-dən. Təbii ki, n biz daxil etməliyik. N bərabərdir int input. Yox, daha doğrusu ehtiyac yoxdur. Çünki biz ədədi özümüz 100 intervalına baxacağıq. Diapazon məlumdur. Sadəcə burada nə edəcəyik? Biz n-in yerinə ilk rəqəmi daxil edəcəyik. Baxalım. Bax, burada n nədir? N nədir? Burada n nədir? Diapazonda 100 intervalındakı ədədlərin hər biridir n. Biz əgər şərt dövr operatorundan, yəni while-dan istifadə ediriksə, onda ilkin qiymətini verməliyik. Məsələn, for-da 100 yazanda elə avtomatik i1, 2, 3, 4 və s. qiymətlər alırdı. Amma burada isə ilkin qiymət mütləq şəkildə verməliyik. N bərabər 1. Bu ilkin qiymətdir. İlkin qiymət. Nəyin ilkin qiymətidir? Parametrin ilkin qiymətidir. Daha sonra h bərabər 1. Bu nədir? Hasilin ilkin qiymətidir. Hasilin ilkin qiyməti. Bu şəkildə. Hasilin ilkin qiyməti. Və bu da sayın ilkin qiyməti olacaq. Sayın ilkin qiyməti. İndi gəlin başlayaq. Əgər n 3-ə tam bölünürsə, onda çap etsin nəyi? Çap etsin. Bizə lazımdır cəm və say, düzdür? Bunun üçün s bərabərdir. S yox, bizə h lazımdır, hasil lazımdır. Yazıram, h bərabərdir. H vurulsun n. Yəni 3-ə bölünən n-ləri hasil edəcəyik. Bu şəkildə h bərabərdir, h vur n. Sonra hər dəfədə k-nı bir vahid artıracağım. K bərabər k plus 1. Bu da saydır. Say artıracağım. Və 4-dən çıxıram. Print h k. Burada əlavə bir şeylər də yaza bilərik. 3-ə bölünən. Belə bir şeylər yaza bilərik. 3-ə bölünən ədədlərin hasili. Buraya yazıram. Sonra bərabər qoyuram. Vergül qoyuram. H. Daha sonra növbəti dırnaq içərisində yazacağım. 3-ə bölünən ədədlərin sayı. Sayı vergül k. Bu bizim proqram kodumuz. İndi line 8-də print. Ədədlərin hasili h. Burada dırnaq qoymaq lazımdır.
Dırnaq qoymaq lazımdır. Aha. Deməli, biz verilmiş ədədi daxil etmişik. H bərabər 1 və K bərabər 0, M bərabər 1. M 1-dən böyükdürmü? Bəli. Onda N 100-dən kiçik bərabərdirmi? Bəli. O zaman nə etsin? N-i yoxlasın. Qalığı 3-ə olan qalığı 0-a bərabərdirsə, H bərabərdir H vur N, K bərabərdir K plus 1 və biz H-ı və K-nı çarp etməliyik. Proqram kodunu işə salaq. Bu proqram kodunu işə saldıqda biz görürük ki, cavab yoxdur. Cavab ekrana çıxmır. Niyə çıxmır cavab ekrana? Çünki bizdə n ilkin qiyməti 1-dir. N ilkin qiyməti 1-dir və 1 bu şərti ödəyir. O zaman 1 yəni 1-dən böyük və 100-dən kiçik bərabər, 1-dən böyük bərabər, 100-dən kiçik bərabər şərtini ödəyir. Amma burada if-də bu şərti ödəmədiyinə görə bu hissə işləmədi. Yəni dövrün gövdə bu hissə işləmədi. H bərabər H vur, K bərabər K vur 1. Daha sonra biz n-i artırmamışıq. Yəni for-da n-i biz mexaniki olaraq artırmırdıq. Ona ehtiyac yox idi. Çünki avtomatik növbəti rəqəmi götürürdü. Avtomatik bir vahid artırırdı. Yəni biz for 1, 101 yazanda və parametr yazmayanda, üçüncü bir parametr yazmayanda, step yazmayanda o avtomatik onu 1 kimi qəbul edir və hər dəfə üzərinə 1 gəlib növbəti addımı götürür. 1, 2, 3, 4 və s. Burada isə biz n-i artırmalıyıq. Hər dəfə n-i artırmalıyıq. N bərabər n plus 1 yazmalıyıq. Bax, bundan sonra artıq proqram işləyir. Məsələn, 1-i yoxlayır, bu şərt ödənmədi. Özdə mən bunu if-lə deməli, mən bunu if-lə paralel şəkildə yazmalıyam. Yəni, hər dəfə bu şərt yoxlanmalıdır. Amma if-dəki şərti ödədi, ödəmədi, fərqi yoxdur. N1 vahid artırmalıdır. Deməli, indi kodumuz işlədi və 3-ə bölünən ədədlərin hasili böyük bir rəqəmdir. 3-ə bölünən ədədlərin sayı isə 33 dənədir. Bu şəkildə. Bu hasili biz cəmə çevirməyə çalışsaq, onda sadəcə burada yerinə 0 qoyuruq və burada da H bərabərdir, H plus N yazırıq. Daha sonra buradan hasil sözünün yerinə cəm yazmaq olar. Cəm və indi baxsaq, 3-ə bölünən ədədlərin cəmi 1683, 3-ə bölünən ədədlərin sayı 33. Bu şəkildə işləyəcək. Yəni, dövr operatorlarında bu şəkildə istifadə etmək olar. Keçək başqa bir misala. İndi belə bir ədəd daxil edirəm. Belə bir sətir daxil edirəm. Verilmiş sözdə boşluğa rast gəlsək, biz dərhal nə etməliyik? İndi isə gəlin belə bir məsələyə baxaq. Tutaq ki, bizə bir cümlə verilir və cümlədəki ilk sözü çap eləməliyik. Bunun üçün biz break funksiyasından istifadə edəcəyik. Break funksiyası necə işləyir? Deməli, verilmiş sözü daxil edirik. A bərabərdir input. Bildiyimiz kimi input sətir tipli verilənləri daxil etmək üçündür. A bərabərdir input daxil etdik. Əgər belə deyək, bizə lazımdır dövr açmaq lazımdır və for i in a, bu yazılışın mənası, yəni A sətrindəki elementlər üçün əgər i bərabər olacaqsa boşluğa onda break
Break nədir? Break bu şərt doğru olan kimi dərhal dövrü kəsəcək və dövrdən çıxış baş verəcək. Aha. Və biz nəyi çap eləməliyik? Deməli, bir dənə boş sətir daxil edirəm. B bərabərdir, boş sətir. Və hər dəfə B bərabərdir, B-nin üzərinə i-ni gəlirəm. B-nin üzərinə i-ni əlavə edəcəm. Və əgər bu şərt boşluq görərsə, dövrü çap edirik. Dövrü kəsirik və B-ni çap edirik. Bax, bu şəkildə. İndi proqram kodunu çalışdıraq və cümlə daxil edək. Cümlə daxil edək. İnformatika yalnız birinci qrupda var. Belə bir sadə cümlə. Nə baş verdi? Yalnız informatika sözü çap olundu. Digər sözlər çap olunmadı. Çünki ilk dəfə boşluğu görəndə dövrü kəsdi və dövrdən çıxış baş verdi. Bu şəkildə. İndi. Mən məsələnin şərtini dəyişdirirəm. Tutaq ki, şərtimiz belədir. Burada yalnız sözü çap olunmasın. Yalnız sözü çap olunmasın. O zaman şərti necə dəyişdirmək olar? Deməli, i in a, b bərabərdir b plus i, bizə lazımdır ki, yalnız söz çap olunmasın. O zaman əgər i bərabərdirsə y və yaxud da bərabərdirsə i və yaxud da bərabərdirsə l, n, ı, z, yəni bu sözlərdən hər hansı birinə bərabərdirsə, onda onu çap etməsin, continue versin. Amma bunu biraz daha rahat şəkildə fikirləşək. Bunu gəlin elə dəyişək ki, elementlərə müraciət etməyək. Elementlərin indeksinə müraciət edək. O zaman yazıyorum ki, for i in range len a. Bu anı siləcəm buradan. For i in range len a. Len a a'nın uzunluğudur. Yəni a'nın uzunluğu qədər bir diapazon asıram. Aha, burada artıq elementlərin indeksinə müraciət edirəm. İnformatika sözündəki i-nin indeksi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10. Çap etməsin 11-i, yəni boşluğu, 12-ni, yəni y-ni, 13-ü, 14-ü, 15-i, 16-ı, 17-ni. Deməli, 11-dən 17-yə qədər çap etməsin. O zaman şərti bu cür dəyişəcəm. Əgər i böyük bərabər, böyük bərabər 11 və i kiçik bərabər 17 olursa, continue. Və burada da b bərabər b plus i yox, b plus i. Çünki artıq indekslə müraciət edirik. i A0 deməkdir. A0. İndi mən yenidən bu rəqəmi, bu ifadəni daxil edəcəm. Proqram kodunu çalışdıraq. Bu ifadəni daxil edək. Deməli, bu ifadəni daxil edək və işləmədi. Koda yenidən baxaq. Niyə işləmədi? Niyə yəni bayaqki eyni formada oldu? Çünki hər dəfə hələ biz şərti qoymuşuq aşağıda. Şərtdən qabaq, B-nin üzərinə aynı gəlir. Ona görə biz nə etməliyik? Şərtin yerini dəyişməliyik. Baba, şərti qabağa verməliyik. Bu şəkildə. Şərti qabağa verməliyik. Arxasınca burana. B bərabərdir A plus i. Deməli, bizim i-miz, yəni indekslər 11-dən böyük bərabər 17-dən kiçik bərabər olduqca işləməsin. Continue odur ki, bu indeksli hərfləri üçün
bu qayda işləməyəcək. Yəni B bərabərdir B plus AI 11-dən 17-yə qədər olan indekslər üçün işləməyəcək. Continue bu əmrin yerinə yetirilməsi, bu şərtin yerinə yetirilməsinə imkan vermir. İndi kodu yazaq bura. Həm də burada bir şey dəyişdik. B bərabərdir B plus AI. Yəni elementin adı. Elementin indeksinə müraciət edirik. İnformatika yalnız birinci qrupda var. Artıq yalnız sözünü sildik. İnformatika birinci qrupda var. Sadəcə bu çap olundu. Bu şəkildə. Yəni continue imkan vermədi ki, yalnız sözünün indeksləri rast gələndə, imkan vermədi ki, onlar çap olunsun. Amma digər rəqəmlər üçün bu kod işlədi və B bərabərdir B plus AI əmri yerinə yetirildi. Continue və break də bu şəkildə yerinə yetirilir. Bugünlük dərsimiz bu qədər. Hörmətli izləyicilər, növbəti dərslərdə görüşənədək sağ olun.